Salam hər kəsə. Bu videoda Respublika Fənn Olimpiadasının 8-ci sinif coğrafiya Azərbaycan bölməsi üzrə testlərini izah edəcəyəm. Onda qeyd edim ki, rayon şəhər mərhələsidir. 8-ci siniflər üzrə. Vaxt itirmədən keçək suallarımızın bir-bir izahına baxmağa. Demək, başlayaq birinci sualdan. Saat qurşaqları və onlara aid olan xüsusiyyətlər verilib. 24-cü saat qurşağı. 24-cü saat qurşağının orta meridianı 0 dərəcəlik uzunluqdur, yəni Qrinviç meridianıdır. 3 materiklə kəsişir. Avrasiya, Afrika və Antarktida. Bu doğru fikirdir. 12-ci saat qurşağı yalnız qərb yarımkürəsində yerləşir. Elə bir saat qurşağı yoxdur ki, yalnız bir yarımkürədə yerləşsin. Bütün saat qurşaqları minimum 3 yarımkürədə yerləşir, maksimum 4 yarımkürədə. 12-ci saat qurşağı və 0-cı və yaxud da 24 eyni şeydir bunlar. Və 12-ci saat qurşaqları 4 yarımkürədə yerləşir. Qalan bütün saat qurşaqları 3 yarımkürədə yerləşir. Ona görə bu köklü səhvdir. Deməli, 6-cı saat qurşağı kəsdiyi materiklər 3 yarımkürədə yerləşir. Görək 6-cı saat qurşağının orta meridianını tapanda 15-ə vurmalıyıq. 6-nı 15-ə vuranda 90 eləyir. 90 şərq uzunluğu Antarktida və Avrasiya ilə kəsişir. Bunlar da 3 yarımkürədə yerləşir. Doğrudur. Sonra 20 saat qurşaq 4 yarımkürədə yerləşir ifadəsi. Səhvcə 4 yarımkürədə yerləşənlər yalnız bunlardır. Bakı şəhərində 22 mart saat 21:00 olanda bu məntəqədə 23 mart tarixidir. Bu 9-cu saat qurşağıdır. Bakı da 3-cü saat qurşağında. Bunlar arasında coğrafi olaraq 6 saat fərq var. 21:00 üzərinə 6 saat gələndə artıq 12-ni keçir deyə gecə saat olur. Deməli saat 3. Bəli. Ona görə artıq 23 mart qəbul edilmiş olur. Bu da doğrudur. 1, 3, 4 sualımızın doğru bəndidir. Birinci saat qurşağının qərb sərhəddi ilə Bakı şəhəri arasındakı ən qısa məsafə 717,5 kilometrdir. Birinci saat qurşağının orta meridianı 1-15-ə vuranda 15. Qərb sərhəddi dedikdə 15-dən 7,5 çıxırsınız. 7,5 şərq uzunluğu. Bakı isə 50 şərq uzunluğunda yerləşir. Bunlar arasındakı fərqi tapırıq. Bu eləyir 42,5, bunu vurursunuz 85,4-ə. Bu da fərqli bir rəqəm alınmalıdır. Dəqiq olsun deyə hesablayaq. 42,5-ə vuraq 85,4-ə. 3000 nə qədər olur? Ona görə doğru cavab C bəndidir. Növbəti uyğunluğu müəyyən etməyimizi istəyir. Mülayim işıqlanma qurşağı, qütb işıqlanma qurşağı, tropik işıqlanma qurşağı. Şaqli cisimlərin kölgəsi ildə 2 dəfə sıfıra bərabər olur demək, günəşin zenitdə olması deməkdir. Bu da tropikə aiddir. Gecə və gündüzün adi növbələşməsi pozulur demək, qütb gecə və gündüzlərin müşahidə olunması deməkdir, qütbə aiddir. Bütün hissələrində günorta vaxtı günəş şüalarının minimum və maksimum düşmə bucaqları arasındakı fərq 43 dərəcə olur. Belə bir qanuna uyğunluq yoxdur bütün hissələrində. 47 dərəcə desəydi, biz mülayimi götürə bilərdik. 3 materik ərazisində yerləşir. 3 materik ərazisində yerləşən qütbə aiddir. Çünki Antarktida, Şimali Amerika və Avrasiya materikləri qütb işıqlanma qurşağında yerləşir. Mülayim və tropikdə daha çox materik yerləşir. Konus proyeksiya ilə tərtib olunan xəritəsində 0 təhrifli xətt keçir. Bu 60 dərəcə şimal enliyidir. Bu da mülayimdən keçər. Bütün hissələrində günəş şüalarının günorta vaxtı maksimum minimum düşmə bucaqları arasındakı fərq 43 dərəcədir deyir. Deməli, burada 43 dərəcə səhv gedib. Bu 47 dərəcə olmalıdır. Bu testin ilkin variantıdır deyə burada texniki səhv gedib. Yəni, bu çap edilərkən, şagirdlərə verilərkən 43 dərəcə yox, 47 dərəcə göstərilib. Ona görə birinciyə aiddir mülayimə. Doğru cavab C, Y, B, D, A. Yəni, Y variantı doğru variantdır. Növbəti sual. Passat küləşləri üçün doğru olan fikirləri müəyyən edin. Passat küləşləri bildiyiniz kimi tropiklərdən ekvatora doğru. Bütün daimi küləşlər yüksək təzyiqdən alçaq təzyiqə doğru əsir. Bunlar da tropiklərdən ekvatora doğru əsir. Tropik yüksəkdən ekvatorial alçağa doğru. Bütün materiklərdə müşahidə edilir. Məsələn, Antarktidada müşahidə edilmir. Cənub yarımkürəsində sağa meylidir. Xeyr. Daimi küləşlər şimalda sağa, cənubda sola meylidir. İstiqamətini ildə 2 dəfə dəyişir. Daimi küləşlər istiqamətini dəyişməz. Bu muson küləklərinə aid olan xüsusiyyətdir.
Labrador və Somali yarımadaları üçün səciyyəvidir. Labrador yarımadası Şimali Amerikanın şimal hissəsində yerləşir. Ona görə burada passat olmaz. Tropik enliklərin yüksək təzyiqinə ekvatorial alçaq təzyiqə doğru əsir ifadəsi doğrudur. Y bəndi. Növbəti sualımıza baxaq. 5-ci sual. Xəritə sxemində göstərilən atmosfer hadisəsinə əsasən doğru fikri müəyyən edin. 1. Yüksək. Bax, belə bir şey dedim ki, külək həmişə yüksək təzyiqdən alçaq təzyiqə doğru əsir. Mərkəzdə yüksəkdir, kənarda alçaqdır. Ona görə külək mərkəzdən kənara doğru əsir. Mərkəzdə yüksəkdirsə bu antisiklondur. Yəni yüksək təzyiq sahəsidir. Və biz demişik ki, belə bir işarə qoyursunuz. Əgər bu kədərlənən smaylik yaranmışsa burada, deməli bu şimal yarımkürəsidir. A variantı deyir ki, cənub yarımkürəsi üçün xarakterikdir. Bu ifadə yanlışdır. Alçaq təzyiq sahəsi də xeyr. Antisiklon yüksək təzyiq sahəsidir. D variantı doğrudur. Daxil olduğu əraziyə bol yağıntı gətirir. Antisiklon şəlakətdir, yəni havanın sakit vəziyyətidir. Buludsuz, aydın, isti hava. Yalnız günəş zenitdə olduğu ərazilərdə formalaşır. Günəşin zenitdə olması ilə əlaqədar deyil. Doğru cavab D bəndi. 6. Kür tektonik çökmə zonası üçün xarakterikdir. Mülayim isti iqlimə rast gəlinmir. Tektonik zona olaraq Lənkəran ovalığı və Qanıq əyri çay Kür çökməsi tektonik zonasına aiddir və bura mülayim isti iqlim xarakterikdir. Qanıq və Qabri çayların mənsəbi burada yerləşir. Mütləq hündürlüyü 200 metrdən çox deyil, Çobandağ 890 metrdir. Neft və gil faydalı qazıntıları zəngindir, doğrudur. Şəki və Qax inzibati rayonları yerləşmir. Şəki və Qax inzibati rayonlarının bir hissəsi Qanıq əyri və Acınahurda yerləşir. Bu da Kür çökməsinə aiddir. Yovşan, Gəngiz kimi efemerli bitkilər yayılıb, doğrudur. 2, 4, 6 sualımızın doğru cavabıdır. Yəni B bəndi. Növbəti sualımıza keçək. Eyler-Venn diaqramına əsasən materiklər üçün uyğunluğu müəyyən edin. Şimali Amerika, Cənubi Amerika, Afrika. Aid olduğu litosfer tavaların divergent sərhədində Müqəddəs Yeleyin adası yaranır. Müqəddəs Yeleyin adası Cənubi Amerika və Afrika tavasının ayrılma sərhədində yaranır. Qütb ulduzu görünür. Bunların hamısında qütb ulduzu görünür. Çünki hamısında qütb ulduzu yalnız şimal yarımkürəsində görünər. Şimali Amerika, Cənubi Amerika və Afrikanın da müəyyən hissəsi Şimali Amerika bütünlükdə Afrika və Cənubi Amerikanın bir hissəsi şimal yarımkürəsində yerləşir. Bu ortaqdır deyə heç birini götürmürük, çünki verilməyib. İl boyu günorta günəş zenitdədir. Bu yalnız Afrikaya aiddir. 3 işıqlanma qurşağında yerləşir. Afrika 3 işıqlanma qurşağında yerləşir. Şimali Amerika 3 işıqlanma qurşağında yerləşir. Afrika şimal mülayim, cənub mülayim və tropik. Şimali Amerika isə tropik, şimal mülayim və qütb. Müəyyən hissəsi mülayim iqlim qurşağında yerləşir. İqlim qurşağında Cənubi Amerika və Şimali Amerika müşahidə edilir. Afrikada mülayim iqlim qurşağı yoxdur. 1-ə Y, 2-yə D, 3-ə isə A. Yəni A variantı sualımızın doğru variantıdır. İƏT təşkilatına üzv olan ölkələr. Mötərizədə EKO verib deyə biz burada İslam Əməkdaşlığı Təşkilatı yox, İqtisadi Əməkdaşlıq Təşkilatı götürəcəyik. İqtisadi Əməkdaşlıq Təşkilatı deməli 4 ölkə üzvdür. İran, Türkiyə, Pakistan və Azərbaycan daxildir. Deməli 1, 3, 5 sualımızın doğru cavabıdır. İƏT kimi İslam Əməkdaşlığı Təşkilatı kimi yanaşanlar da doğru götürülmüş olacaq burada, amma əslində İslam əməkdaşlığı deyil, İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Cədvələ sizin doğru sıralarını müəyyən edin. Quba Xaçmaz tərkibində 9 inzibati rayon var. Bu yanlışdır. Quba Xaçmazda Quba var, Xaçmaz var, Şabran var, Siyəzən var. Deməli, Qusar var. 2, 4, 5 dənə rayon var. Ona görə bu səhvdir. Dağlıq Şirvan xarici ölkə ilə sərhəd deyil, düzdür. Gəncə daş kəsəndə filiz faydalı qazıntılar zəngindir. Burada dəmir, qızıl, mis və sair ehtiyatlar var. Şərqi Zəngəzur yalnız bir xarici ölkə ilə sərhəddir. Zəngilan İranla sərhəddir deyə biz deyə bilərik ki, həmçində Cəbrayıl İranla sərhəddir deyə biz iki ölkə kimi götürürük. Mərkəzi Aran yalnız yarım səhra quru çöl iqlimi yayılıb. Burada axı biz dedik ki, Mərkəzi Aran iqtisadi rayonundan söhbət gedirsə, bu doğru ifadədir. Naxçıvanda mülayim istiqimə rast gəlinir ifadəsi səhvdir, gəlinmir. Doğru sıralar müəyyən etməyimizi istəyir. 2, 3, 5 sualımızın doğru bəndidir. D bəndi. 10-cu suala baxırıq. Ölkə aid olan xüsusiyyətlər. Çili günəş zenitdə olur. Bəli, çünki tropik xətti kəsir. Türkiyə, Suriya, Livan, Bolqarıstanla həmsərhəd. Türkiyənin Livanla sərhəddi yoxdur. Qazaxıstan 2 qitədə yerləşir, düzdür. Malayziya sahilləri 2 okean suları ilə yuyulur ifadəsi də doğrudur.
Macarıstanın dənizə çıxışı yoxdur. Finlandiyada əhali Hind-Avropa dil ailəsində yox, Ural dil ailəsinə mənsubdur. 1, 3, 4 sualımızın doğru variantıdır. Növbəti sualımıza keçirik. Baykal gölü Viktoriya gölü. Şimal Buzlu okean hövzəsində yerləşir, doğrudur. Yerləşdiyi materikdə gecə və gündüz adının bölüşməsi pozulur. Avrasiyada doğrudur. Və burada deyir ki, pozulur və günəş 30 sentyabrda zenitdə olur. Günəş 30 sentyabrda şimal yarımkürəsində zenitdə olmur, cənub yarımkürəsində olur. Ona görə də Avrasiyada 30 sentyabrda günəş zenitdə olmaz. Yerləşdiyi ölkə sahillərinin şimal buzlu okeanın həm donan, həm də donmayan dənizləri yuyur. Yerləşdiyi ölkə sahillərində yəni Rusiya sahillərində Şimal Buzlu Okeana aid olan həm donan, həm də donmayan dənizlər mövcuddur. Bəli, burada Barents dənizi donmur. Donan da Şərqi Sibir, Laptevlər və sair göstərmək olar. Viktoriya gölü üç yarımkürədə yerləşir, çünki ekvator xətti kəsir. Yerləşdiyi materikdə il boyu şaqili cisimlərin kölgəsi uzunluğuna, kölgənin uzunluğu sıfıra bərabər olan məntəqələr var. Bəli, Viktoriya gölü Afrikada yerləşir və Günəş 90 dərəcə bucaq altına düşdüyü məntəqələr var. Doğrudur. Hind okean hövzəsinə aiddir. Viktoriya Atlantik okean hövzəsinə aiddir. 1 AC, 2 AB. Yəni A bəndi doğru bənddir. Doğru olmayan fikirləri müəyyən etməyimizi istəyir. Hal-hazırda özəl müəssisələrdə çalışanların sayı dövlət müəssisələrinin sayından çalışanlardan daha çoxdur. Ölkəmizdə doğrudur, özəl müəssisələrin payı daha çoxdur. Braziliya, Meksika, Qazaxıstan terikon təpələrə geniş rast gəlinir. Bu da doğrudur. Terikon təpələr təbii ehtiyatların çıxarılması zamanı, faydalı qazıntıların çıxarılması zamanı toplanılan tullantılardır. Böyük Qafqaz tektonik qalxma zonasında filiz faydalı qazıntı ətalları mövcud deyil, fikri səhvdir. Burada Zaqatala, Balakəndə filiz polimetal ətallar var. Filizçay, Kastav, Mazımçay və s. Talış dağlarında dağ tünür iqlimi var, səhvdir. Qış gün dönümündə ən uzun paralel üzərində günorta vaxtı şərq qisminin kölgəsi olmur ifadəsi də səhvdir. Ən uzun paralel ekvatordur. Qış gün dönümündə isə cənub tropikdə günorta vaxtı cismin kölgəsi olmur. Qara, Mərmərə, Baltik dənizləri coğrafi mövqeyinə görə daxil dənizdir, düzdür. Doğru olmayan fikirlər 3, 4, 5. D bəndə olacaq. 13 nömrəli tapşırığa baxırıq. Temperatur 30 dərəcədə, nisbi rütubətlik 42-dir. 30 dərəcədə 30 qram su saxlayır, burada verilib. 30 qram 100%-dir və deyir ki, 10 dərəcəyə qədər soyudur. 10 dərəcədə 9 qramdır. 10 dərəcə Selsidə 9 qramdır. Və 30 dərəcədə 30 qram su saxlama qabiliyyəti, amma faktiki olaraq 42% su var. 42%-ə x deyirəm, x-ə bərabərdir. 12,6 qram su var. Bu da 10 dərəcəyə qədər düşüb, yəni 9 qrama qədər düşüb. Bunu 9 qrama düşəndə nə qədər su ayrılar? Çıxırıq 3,6. C bəndi sualımızın doğru bəndidir. Hansı adadan yalnız qərb istiqamətdə hərəkət edən səyyah ilkin məntəqəyə daha tez qayıtmış olar? Yeri biz kürə formasında təsəvvür etsək, təbii ki, müxtəlif istiqamətlərdə zənn edin ki, tən ortadan qərb istiqamətdə gedib təzədən bu məntəqəyə çatmaq lazımdır. Kürəni fırlanıb təzədən bura gəlmək lazımdır. 3 dənə məntəqə göstərək nümunə üçün. Təbii ki, hansı daha tez çatacaq? Yolu qısa olan. Yəni paralel yerləşdiyi paralelin uzunluğu daha az olan, yəni qütbə daha yaxın olan İslandiya adası olacaq. Ölkəmizdə hansı miqyasda tərtib edilmiş xəritəsi divarda daha kiçik sahə tutar? Təbii ki, kiçik miqyaslı xəritələr divarda daha kiçik sahə tutur, böyük miqyaslı xəritələr daha böyük sahə tutur. Kiçik miqyaslı xəritə deyəndə sıfırların sayı, yəni məxrəci daha böyük olan rəqəmi götürürük. Burada 9 milyon olan, yəni B bəndi olacaq. Dağın ətəyində atmosfer təzyiqi 680-dir. Bir dağ təsəvvür edir. Ətəyində atmosfer, normal atmosfer təzyiqi 760-dır. Bunun ətəyində isə 680-dir. Çıxanda qalır 80, yəni 80-i də biz 80 mm civəsini metrə çevirəndə ona vururuq, 800 metr edir. Ətəyi 800 metr hündürlükdə yerləşir. Dağın zirvəsinin mütləq hündürlüyü 3300 metrdir. Zirvə ilə ətəyi arasındakı hündürlük fərqi 2500 metr edir. 3300-dən 800 çıxırıq. Və temperatur hər 1000 metrdə 6 dərəcə Selsi düşür. 2500 metrdə nə qədər düşər? X-də bərabərdir 15 dərəcə Selsi. İndi 15 dərəcə Selsini bizdən Farenheitlə
soruşur. Biz Fahrenheit çevirəndə nə edirik? Bu düsturdan istifadə edir. Fahrenheit bərabərdir dərəcə Selsi vurulsun 5,9 üzərinə gəlinsin 32. 32. Dərəcə Selsi yəni 15 vurulsun 9 üzərinə gələk 32. İxtisar gedir 3, 3 vur 27, 27-nin üzərinə 32 gələndə 59 Fahrenheit edəcək. 17. Çevrəsinin uzunluğu 30.744 km olan paralel üçün səciyyəvi olan xüsusiyyəti müəyyən edin. 30.744-ü bölək 111-ə. 111-i böləndə bu eləyər 85, yox, üzr istəyirəm, 111-ə yox, 360 dərəcəyə bölmək. Çünki tam paralel çevrəsinin uzunluğudur. Çevrə deyil, çevrə dediyinə görə tam paralel çevrəsinin uzunluğu 360 dərəcədir. 360-a böləndə eləyər 85,4. Yəni bu 40-cı paraleldir. Şimal yarımkürəsində yerləşir. Bu dəxli yoxdur. Həm şimalda, həm də cənubda yerləşə bilər. Biz bunu dəqiq deyə bilmərik. İki yarımkürədə yerləşən materiklə kəsişir. İki yarımkürədə yerləşən materikimiz Şimali Amerika və Avstraliyadır. Şimali Amerika ilə kəsişir. Günəş şüalarının günorta vaxtı maksimum və minimum düşmə bucağı 48 dərəcədir. Fərqi 48 dərəcədir. Yox, bayaq dedik ki, 47 dərəcə olmalıdır. Mülamilliklərdə bütün paralellərdir. Bütün saat qurşaqlarında yerləşir. Bəli, bütün paralellər bütün saat qurşaqlarında yerləşir. Qütb dairəsinə qədər olan məsafə ekvatora qədər olan məsafədən azdır. 40-cı paraleldə qütbə qədər 50 dərəcə, ekvatora qədər isə 40 dərəcə var. Təbii ki, bu yanlışdır. Kəsişdiyi bütün məntəqələrdə günəş zenitdə olur. Kəsişdiyi bütün qitələrdə günəş zenitdə olur ifadəsi səhvdir. Avropa qitəsində olmur. Deməli, 2, 4. 5-i doğru götürür. Qütb dairəsinə qədər. Qütb demir, üzr istəyirəm, qütb dairəsidir. Qütb dairəsi 66,5-dən keçir. Buradan bura 26,5 dərəcədir. Buradan bura 40 dərəcədir. Ona görə 5 doğrudur. 2, 4, 5 sualımızın doğru cavabıdır. Yəni Y bəndi. Sualı axıra qədər tam oxumaq lazımdır. Cədvələ əsasən saylarla bağlı uyğun olmayan fikirləri müəyyən edin. Kür çayı 3 ölkə arasından axır. Bəli, Türkiyə, Gürcüstan, Azərbaycan. Qızılgədək dağından başlayır, doğru. Göyçaydan keçir, səhvdir. Gürcüstan ərazisindən axır Araz çayı, səhvdir. Bingöl silsiləsindən başlayır, düzdür. Birbaşa Xəzərə tökülür, səhvdir. Bizdən səhvi soruşur deyə 1, 3, 4, 6-nı götürəcək. Yəni D bəndi. 19. Doğru fikirləri müəyyən edin. ABŞ-da subtropik iqlim qurşağına rast gəlinir. Əlbəttə, düzdür. Braziliya sahilləri bir okean suları ilə yuyulur və 3 yarımkürədə yerləşir. Bu da doğrudur. Yalnız Atlantik okean suları ilə yuyulur və ekvator xətti kəsir. Kür çayının hər iki sahilində yerləşən bütün inzibati rayonlar okean səviyyəsindən aşağıda yerləşir fikri yanlışdır. Məsələn, Ağstafa yuxarıda yerləşir. Tovuz yuxarıda yerləşir. Belçika və İsveç monarxiya idarəetmə sisteminə malikdir. Doğrudur. Qalapaqos adaları tasvir havaların konvergent sərhədində yaranıb, yox, divergent sərhədindədir. Okeanların səthindən buxarlanan suyun miqdarı düşən yağıntı miqdarından daha azdır. Xeyr. Okeanların səthindən buxarlanan suyun miqdarı düşən yağıntı miqdarından azdır deyə bilmərik. 1, 2, 4. Çox ola bilər amma. Son olaraq 20-ci suala baxaq. Yer kürəsinin sxemdəki vəziyyətinə uyğun gələn əlamətlərini müəyyən edin. Birinci tarixi müəyyən etməliyik. Şimal qütb dairəsində gündüz, cənub qütb dairəsində gecədir. 22 dekabr tarixidir. Apeni yarımadasında gündüzün uzunluğu Skandinaviya yarımadasından daha azdır. Ən şimalda yerləşənlərdə, üzr istəyirəm, 22 iyun tarixi. Yenə də çaşdıq. 22 iyun şimalda gündüz, cənubda gecədir. Apeni yarımadasında gündüzün uzunluğu Skandinaviyadan daha azdır. Bu ifadə doğrudur, çünki Skandinaviya daha şimalda yerləşir. Ekvatordan şimala getdikcə gündüzün uzunluğu artır. Ekvatorda 12 saat, qütbdə isə 24 saatdır. Get-gedə artır yəni. 65 68,5 şimal enində günorta vaxtı aşağı qismində düşmə bucağı 45 dərəcədir. Bu da doğru ifadədir. Hesablaya bilərik düsturdan. Məsələn, 90 çıxılsın, coğrafi enlik 68,5, günəş zenitdədir 23,5-də. Bu nəyə bərabər olacaq?
Çıxanda eləyər 45, 90-dan da 45 çıxanda 45 eləyəcək. Yalnız şimal tropikindən şimalda yerləşən məntəqələrdə gündüzün uzunluğu 12 saatdan çoxdur. Xeyr, ekvatordan şimalda yerləşən bütün məntəqələrdə belədir. Tropik işıqlanma qurşağında yerləşən bütün məntəqələrdə şarqlı dirəyin kölgəsinin uzunluğu öz uzunluğundan daha qısadır. Tropik işıqlanma qurşağında yerləşən bütün məntəqələrdə dirəyin kölgəsi öz uzunluğundan daha qısadır. Yəni demək istəyir ki, günəş şüalarının düşmə bucağı 45-dən hamısında böyükdür. Xeyr, məsələn, cənub tropikdə 43 dərəcədir. Ona görə öz uzunluğundan qısa deyil, daha uzundur. Həm şimal, həm də cənub qütb dairəsində gecə və gündüzün ad növbəşməsi pozulub. Bu bəli, doğrudur. Ən uzun paralel üzərində günəş şüalarının günorta vaxtı düşmə bucağı 60 dərəcədir. Bu ekvatordan söhbət gedir. Burada 66,5 dərəcədir. 1, 2, 5 sualımızın doğru cavabıdır. Yəni A bəndi. İzlədiyiniz üçün təşəkkür edirəm. Şərh yazmağı, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.